Salam aleyküm. Kamil bəy, necəsiz? Şükür, yaxşı olasınız. Bu bizim böyük bir sənətkarımızın dağ yeri olub. Avtomobil israfı olur. Bəli. Qarmonçu. Bəli. Balaca bərpa ilə bərbad vəziyyətdəydi. Düzəltmişik, abadlaşdırmışıq. Balaca indi bilmirəm yenə də. Yox, çox gözəl də alınıb. Kimin necə xoşuna gələcək. İstəyirsiniz elə belədən başlayaq bu tərəfdən. Olar. Burada bizim sanitar qovşağımız həm duşumuzdur. Burada həyətin. Üzümümüz də var. Hər bir şeydir. Əncillərimiz əkmişəm. Işıqlandırmadır. Hovuzdur, peşin olur. Yəni, böyük ailə üçün məncə ideal bir seçim olardı. Yenə də onu saxlayaq. İzləyicilərimizin rəyinə fikirləşsinlər. Fikirlərini çatdırsınlar. İşimiz alınıb. Hovuzun ölçülərini bir də deyərdiniz. 4-ün 10'u olmalı. Lap 10'a dəqiqdir. Amma ki, belə deyək, enliliyi 4 olar. 4-5 belə təxminən. Yəni eni 4-5 olar da. Bəli. Uzunluğu nə qədərdir? Uzunluğu 10. Uzunluğu 10. Düzlüyündə hovuz vaxtı deyir, amma ki Sağ bəy üçün biz onu dolu saxladıq ki Bəli. özünə gəl bu işlər verəcəklər. İndi bəlkə də Sağ bəy burada çox sənət adamları da çoxları burada olublar. Avtomobil müəllim həmişə nərd oynama, dərin odur, belə işlər, sonsuz oyunlar, xoş deyildi, Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Yaxşı insan olur. İndi olar ki, burada bu meyvə ağacları əlavə eləmişik. Mən hər dəfə burada müştərilərimizlə yolla keçəndə çox həmişə deyirdilər ki, bax, avtomobil müəllimin evi. Həmin o nüans bəlkə də mənə bir təkan verdi ki, mən buranı götürüm. Stimul verdi. Kamil bəy, bu yaşlılığı siz özünüz yaratdınız da? Yenə dediyim kimi bərbad vəziyyətdəydi bu balaca. Bura biz bir 7 kamaz torpaq tökdürmüşəm. Şamaq torpağı. Qazon əkdirmişik. Bu gördüyünüz leylandraları əkdirmişik. Sonra meyvə ağaclarıdır. Amma bunlar köhnədən. Bunlar avtomobil müəllimin vaxtındandır. Çox şeylər var. Məsəl üçün bu ağaclar çox adətən uzun olur və bir balaca təhlükəli olur. Təklif elədilər ki, bunu kəsək. Dedim, yox, bunu kəsmək olmaz qətiyyən. Bunu tam yarısından kəsdirmişik. Və indi baxırıq ki, elə düz elə. Yəni, kəsmək asandır. Elədir. Bəli, amma ki, onun sonrası çox gözəl göstərir. Həmin bu ağacdır. Əsas da bu bizim yaşıllığın gözü. Bax, bu ağacımızdır, bəli. Gözəl. Çox gözəl ağacdır. Yay vaxtı, isti olan mövsümdə burada oturmaq nədir söz dəyər. Adamın ruhu dincəlir. Burada bizim söhbətgahdır. Söhbətgah da valla demək olar, demək olmaz. Burada isti pola kimi elətdirmişik. Gördüyünüz kimi yəni qəşəng səliqəli bir şey alınır.
Kondisioner kimi eləmir, hər bir şey. Bütün şərait var. Bəli. Buradan keçə bilərik. Bir işimiz var idi. Bu dəqiqə rayona göndərmişik onu. Burada da bu pişiyimiz, bu heç də bu Hə. səsi kəsilmiş. Yay mətbəxi kimi də işlətmək olar. İndi o insan buna görə. Evdən də bura çıxışlar. Bəli, birbaşa xıladan buradan çıxmaq olur. Yəni bu ağac qurunuyub da. Yox, bunu da təklif edirdilər ki, kəsək, qoymadım. Dedim yox, gəlin biz bu modesi elə düzəldək ki, yəni bu ağac buradan itməz. Burada suya kimi var. Su, qaz, hər bir şey çəkilib. Havası buranın çox indi yenə deyirəm bu kamera ilə hiss olunmaz, amma ağaclardan görmək olar ki, yəni burada yüngül bir dənə yel keçir. Bura hündür ərazidir, həm də yaxşı mənzərəsi də var. Qayanın belə deyək də Elmedi bağlarının aşağısında yerləşir. Bəli. Oradan həmişə demək olar ki, elə bir vaxt olmayıb ki, yüngül də olsa küləyə əsməsin. Yəni belə baxanda bu evə heç kondisioner də lazımdır əslində. İndi hərənin özünə görə indi gəlmir. Amma var, kondisionerlər var da, heç kim yəni narahat olmaz. Birbaşa da buradan dəniz görsənir. Yəni külək bir dənizdən gəlir, bir də qayadan gəlir. Burada neçə maşın yerləşər? Burada bir olmasa 20-dən 30-dən bəlkə də o dərəcədə. Çox böyükdür ona görə. Burada qabaq bəzi şeylər var idi, palma var idi. Bunları düzdür yığışdırmışam, çox narahat bir şey ağaclar idi. Böyük bir plaşet. İndi uşaqlar futbolda oynaya bilir, samakat sürə bilir. Hər bir şey eləyə bilirlər. Yəni kifayət qədər burada yerimiz çox şükür Allah. İstəyirsiniz bu tərəfə də keçək, arxamız gördüyünüz kimi naves düzəltdirmişik. Yəni qarajdan əlavə naves də var, 2 maşınlı. Bəlkə də rahat 2 maşın yerləşir, 3 maşın da yerləşdiriyorlar. İndi baxır maşına. Evin belə deyək də arxasını düşürürük. Arxa hissəsi. Arxa hissəsi. Bizim ehtiyat kəlimiz var, amma su daimi var. İndi hər ehtimala yəni saxlamışam. Bəli. Düzdür, bu köhnə çən idi. Təzədən bərpa eləmişik və saxlamışıq. Bu ağaclar da həmçinin bizdə xoşlayırlar kəsmək, mən bir balaca yox, biləm qalsın. Yox, həyətin yaraşığı elə bax bu ağacların böyüklüyüdür. Bəli. İndi baxmayın da bir ömür, bir əsr. Əlbəttə ki, ona da bir ömür lazımdır. Bəli, əlbəttə. Bütün həyət 24 saat video müşahidə altındadır və ondan da əlavə ev mühafizə polisi qoruyur. Orada gördüyünüz, biz keçəcək evin içində bu zirzəminin havalandırması.
Bir də xoş gəlmisiniz. Teşekkürler. Bəli, geniş holdur. Kolumuzdur, evimizdir. Yəni siz birinci Mətbəxdən başlayır. hanımların, necə deyirlər, marağını Sevimli məkanı. Bu bizim kuklalarımız. Böyle getirir, burada kalacak. Hamısı store'da kalacak. Burada ışıklandırmayan kimi yani nəzərdə tutulur. Bəli. Avadanlıq LG. Burada bir balaca. Öyle deyirlər, yenə də. Bəli, oturmaq üçün məkan. Bura bizim kotellimizdir. Burada 2 dənə kombi sistemi var. Bəli, 2 dənə kombi sistemi var. Bir toplu kolçun, bir də evdə daimi şəkildə isti su. Yəni suyu açırsınız, isti suyla əvəzləyirsiniz. Stabilizatordur, 100'lük deyirlər ona, indi elə aslında. Bütün yəni nə lazımdır bugünkü gün bu evdə var. 3 faza təbii olaraq. Burada da birbaşa bizim çıxışımızdır arxa həyətə. Pişik yenə demək olur. Bəli, bəli. Pişik daimi şəkildə orada siqnalizasiyadır. İndi üst-üstə gəlin keçək zal otağımıza, otaq deməyə olarsa. Bizim zalımız. Bəli, 6 metrdir hündürlüyü patoloqun. Gecə vaxtı məsəl üçün kitabını oxumaq istəyirsiniz. Burada yəni bir neçə halojen işıqlandırmamızı qurmuşuq ki, yəni rahatçılıq olsun. Böyle bir divan. Demək olar ki, hamıdakı kimi. Üst-üst qalxaq yuxarı. Ola bilsin çox adamın yadına bu Meksikanski seriallar düşər. Amma heç biz onu yəni nəzərdə saxlama şərti ilə evin yəni proyekti bu. Yəni evin proyekti budur. Avtomobil müəllimin fikirləşdiyi proyektdir. Bəli. Bəli, evin proyekti budur. Demək olar ki, avtomobil müəllimin proyektidir. Belə deyək, biz bir balaca bunu müasirləşdirmişik, əmələ gətirmişik. Buradan siz keçək. İkinci mərtəbəyə. Buradan biz ikinci mərtəbədə hal-hazırda gördüyümüz kimi. Burada da Tural bəy evin təqdimatını aparır. Düşeceğiz. Burada ne bizim tercih edememişik. Burada uzun üçün kabinet de demək olar, iş otağı demək olar. Böyle bir şey nəzərdə saxlamışam. Buradan da bir balkon, arka tərəfə bildiğimiz MVD bağlar. evləri bağlar. Yəni MVD bağlar deyilən ərazilər, belə deyək. Olabilir. Şimdi burada bir proyekt olarak izleyiciler de yani özlerini çarptırmazlar. İki taraftan yani kalkma olur. Bir zal taraftan, bir kutma taraftan kalkma olur. Burada böyle değil, iki cür kalkma olur. Yatak otaqlarına, bir zal taraftan kalkma olur, bir kutma taraftan. Bu bizim 1 ilə 2'nin olan 2 dənə yataq otağımız. Bu bizim uşaqlar adətən yatır. Bu evin birinci yataq otağı. Bəli. Burada eyni qaydada bir dənə də balkon. Evin arka tərəfinə baxır. Gəlin keçək o birisi otağa. Bu ikinci yataq otağı. Bu ikinci yataq otağı. Buradan da həyətə mənzərə. Bəli.
Mənzərə vitraj. Maksimal dərəcədə nə qədər mümkün mən böyütmüşəm. Burada bizim hamam tuvalet. Duş kabinadır. Gəlin. Kamil bəy, burada deməli 2 dənə pilləkən var da bu evdə. Bəli, 2 dənə pilləkən. Evin sol və sağ hissəsində. Bəli. Bura bizim 2 ilə 3-ün arası olan yataq otaqlarıdır. Bu bizim bir yataq otağımız. Bu oldu 3-cü yataq otağı. Bu oldu 3-cü yataq otağı. Adətən qonaq otağı kimi. Mənzərəsi yan tərəfə baxır. Yan tərəfə, bəli. Dəniz görsənir. Dördüncü yataq otağımız. Bura həyətə baxır. Həm dənizdə görsənir. Gözəl mənzərəsi var. Və əlbəttə ki, bura aid olan bizim Bir sanitar qovşaq. İndi qalxaq 3-cü mərtəbədən bərabər. Yəni buradan dəniz tamam olaraq görsənir. Çox xoşum gəlir. Burada bizlər qanun otağı bir şey yok. Burada bizlər Bu 5-ci yataq otağı. bu 5-ci yataq otağıdır. Uşaqlar biz göz burada istəyir burada yatmaya yatsınlar. Yəni hər dəfə ayrı otaqlar. Bu bizim otaqdır. El arasında master bedroom deyirlər. Bu dənizə baxır da. Bu da dənizə baxır. Bu dənizə baxır. Onda daha aydın hər şey görsənir və ən gözəli də əlbəttə ki, yəni bu kinolarda adətən deyirlər ki, səhər durursan dənizə baxır. Amma doğrudan da yəni bu elə belə bir söz deyil. Burada da bir balkon bəli. Möhtəşəm. Ağacımız. Pişiyimiz, həmişə Pişik, hə. Öz repertuarında. axırlı deyəsə belə. Bu pişik bizə çox böyük baxış sayı hazır. Bəli, bu qədər. Bu bizim əsas evimizdir. İndi düşək zirzəmisinə. Həm zirzəmi, həm zirzəmidən biraz belə deyək, birinci mərtəbəyə aid həm qonaq sanitar boşluğu var, həm çamaşırxana. Bu ora bizdə aiddir. Buralara demək olar ki, qonaqlar qalxılır. Bu da 6-cı yataq. Bu bizim birinci mərtəbəyə aid. Bu tək sanitar boşluğudur, bu duş kabinidir, bu burada çamaşırxanadır. Buradan bu garajdan çıxan. Burada da bizim zirzəmimiz 220 kvadrat santr bilmirəmsə. Burada çoxlu pol, sıfırdan remont olunub. Kamil bəy, bir də sənədlər haqqında bizə məlumat verin. Sənədlər qaydasındadır. Sənəddə bizdə 12 sot sənəd üzrədir, çıxarış üzrə. Evin çıxarışı o heç, bütün texniki planı hər bir şey. 7 sot bələdiyyə sayılır. O da problem deyil, onu da həll etmək mümkündür, yəni heç bir problem yoxdur sənəd. O xidmətləri indi su daimi 24 saat, heç bir sıxıntı da yoxdur. Qaz, işıq, o da öz yerində, hamısı işlər. Qiymət barəsində də bizdə qiymət 2.650.000 mən təyin eləmişəm. İndi olar 2-3 biraz gölə bilər, əlbəttə ki, hər insan bir cürdür. Amma ki, mənə görə, yəni bu mənim üçün
Nəinki sırf ev. Bu həm tarixdir, həm hər gün xalq artistlərinin belə bir insanların evləri satışda olmur. O da bir özünə görə bir şərtdir. Dənizdir, yerləşməsidir, sakitliyidir, huzurudur. Bunlar hamısı şərtdir mənim üçün, mənə görə. Ona görə də qiymət budur. Əlimiz yanmır. Alan olsa Allah xeyirlərini versin. İndi bu əlbəttə ki, deyiliş qiymətdir. İndi razılaşma əlbəttə ki, olacaq. İndi çox böyük bir endirimləri də əlbəttə ki, eləyəsi deyirəm. Amma ki, yəni kifayət qədər bəs eləyəcək. Aydındır. Bəli. Oldu Kamil bəy, təşəkkür edirəm. Müsahibəyə razı oldunuz. Həmişə qonağımız olun. Qapımız Təşəkkürlər. açıqdır, Vüsal bəy. Sizi də biz izləyirik. Yəni də izləyicilərə də təşəkkür edirəm. Pis deyənə də, yaxşı deyənə də, hamıya da təşəkkür edirəm. Allah hamıya xeyir versin. Bundan da artıq bağlar, evlər, mülklər nəsib eləsin. Oldu, sağ olun. Sağ olun, sağ olun.